Sosial şəbəkələrin aktiv istifadəçisi aparıcı İlkin Həsəni TikTokda çirkli pulların yuyulması barədə açıqlaması ilə gündəm olub. Baku aktual verilişində qonaq olan aparıcı bu prosesin necə baş verdiyini izah edib. Facebook və Instagram Meta şirkətinə aiddir. Artıq bir neçə ildə Azərbaycandan kimsə reklam ödənişi etdikdə 18% vergi tutulur. Eləcə də YouTube'dan biz hansısa bir gəlir əldə ediriksə, platforma kartdan karta göndərmir, birbaşa bank hesabını istəyir. Vergi məlumatını göndərirsən, həmçinin rəsmi qeydiyyatın olmalıdır. Ölkəmizdə hər hansı bir şəxsə ödəniş dollarla edilir. Vergini də dollarla ödəyirik. Bu kifayət qədər şəffafdır. Yeganə idarə olunmayan mexanizm TikTokdur. Bu bir bəladır ki, küllü miqdarda çirkli pullar yuyulur. Deməli, bu necə baş verir? Məsələn, kiminsə əlində çirkli pullar var. Həmin şəxs bir nəfərlə danışır, deyir ki, sənə hədiyyə göndərəcəyəm, onu nağdlaşdırıb 50%-ni mənə qaytararsan. TikTok nəzarətdən kənar platformadır deyə İlkin Həsəni bildirib.